Niyə ara verdin 15 ildən sonra, indi yığıb yığışdıra bilməyəcəksən? Nə əlinin papağını vəlinin başına, nə vəlinin papağını əlinin var. Onunla qoya bilməyəcəksən. Nə var onu danış. Oldu belə şeylər alın. Belə alındı Zaur. Köçdüm getdim Rusiyaya. Sonra nə oldu? Hər şeyin əldən getdi. Belə şeylər də oldu, bəli, biraz bankrot elədim. Aha. Oldu belə şeylər. Ailədə də problemlər oldu. Problem də oldu, şükür Allah indi həll olundu, amma ki oldu. Neçə övladın var? 2 oğlum var. 2 oğlun ikisini də Talyaya gətirmədi. Niyə? Yox, şükür Allaha. Ay qız, məndən gizlətmə. Olanı olduğu kimi, qulaq as bir dəqiqə, danış. Olanı olduğu kimi danış. Nə oldu? Qaynanalığı yaxşı eləmədin? Yox, mən hicasından qalmıram, qaynana deyil hicasından. Bəs niyə ailələri dağıldı ikisinin Yox, də? Allah dağılmıyor, tövbə. Dağılmıyor. Dağılmıyor. Kimdir dağılır? Dəqiq. Dəqiq. Həyat yoldaşınızla? Ya, həyat yoldaşımla gedib gəldim. Yəni ki, rəsmi ayrılıq zad olmuyor. Ayrı olanda o deməkdir ki, ayrılırım. Bəs niyə belə küskünsən, belə